məhəbbət, dostluq, barışıq. Bizim üçün belə məclislər yaransın ki, bizim balalarımız, körpələr maariflənsin, sabah gedib vahabi olmasın. İnşallah məclisimiz, Rozahan qardaşımız var, Roza oxuyacaq. Öz nəfəsi ilə, hərəkətli nəfəsi ilə inşallah bizə feyz verəcək. Allah Teala xanımın hər iki dünyada şəfaatindən, ziyarətindən bizi bir nəsib eləməsin inşallah. Allah Teala elimizdən, məmləkətimizdən, obalarımızdan öz rəhmət xəzinələrin əsirgəməsin. Allah Teala bu cəmin inşallah ömrünə, əmvalinə bərəkət inayət eləsin. Allah Teala gələn məclislərimizi bundan da rövnəqli, böyük qərar versin inşallah. Allah Teala İslamın düşmənlərin əgər haqqa hidayət olmaqlarına ümid varsa haqqa hidayət eləsin, olmasa Allah onları zəlir eləsin. Allah Teala bizi həqiqi Hüseyncilərdən, həqiqi şiələrdən qərar versin. Allah Teala Xanım Fatıma-i Zəhranın xatırına analarımızı, bacılarımızı Xanım Fatıma-i Zəhraya bağışlasın. Allah xəstələrimize şəfa-i acil inat eləsin. İnşallah cəmi hazırlıqlarımızın, dualarımızın qəbul olmasına, qəlbimizin körülməsinə inşallah. Bu qəmdən öncə inşallah bu qəmlər bizim üçün qəbr evinə, zəxirə olmasına, Peyğəmbər Əhl-i Beytinə salavat zikr edir. Esselamu aleyki ya Fatıma-tez Zahra ve ummiha ve abiha وبعلها وبنيها باغ cinayanda seslenir ruh-i Hadice zambalam hamilesen çekil dalayam öldü balam güzel balam bağı cinanda seslenir ruh-i Hadice zambalam hamilesen çekil dala öldü balam güzel balam görüpsen her yerde bir hanım hamile olar nenesi düşer dalıcan her neye elim vurar diğer bala el vurmayını yaralı Zehram can Zehram ey bağı cinayanda seslenir bağı cinanda seslenir ruh-i Hadice zambalam hamilesen çekil dala öldü balon güzel bala hamı desin ya Zehra'ya kardeşimiz güzel buyurdular her yerde her zaman Hanım Zehra selamullahi aleyha Peygamber bile seslerdi ya Resulallah ya Habiballah ya Nebiyallah ama bilmirəm o kapı dalında neler oldu onda gördüler Zehra bir yol dedi baba öldüm ha Hazreti Zehra o resmi
gözlədi, mürtəza qaldı kənizi səzlədi. Fizzəhara öldü balam, hamı düzün ya Zəhra. Gətirdilər bəqidə, qoydular yerə tabut Zəhranın. O məzlum Zəhranın cənazəsindən 6 nəfər iştirak elədi. Mövla Əli o 6 nəfərə də dedi, gedin evə balamla, balalarıma baxın, qoyun mən Zəhra ilə tənha qalım. Onlar da gittiler, qaldı xanım Zəhra ilə tənha. Gördü o qəbirdən 2 dənə əl xaric olub. Baxdı gördü Peyğəmbərin mübarək əlləridir. Quya aləm mənada belə dedi, Əlican, məgər mən Zəhranı sənə yar əli vermişdim, yaralı Zəhra. Mövla Əli belə dedi, məyanəm inəyəm, neynəyim, etdi cəsarət saniyim. Mən əminəm, neynəyim, etdi cəsarət saniyim. Ya Rasulallah, salim ayinə veribsən, sınığın al məndən. Salim ayinə veribsən, sınığın al məndən. Ya Rasulallah, əmanəti saxlayamadım, ya Rasulallah. Hamı düzgün yazar. Qapını eyleyim tədiz, onun divarını neynim, binadan ya edim diram, nihan esrarını neynim, o gizli sirləri neynim. Qardaşımız Allah hifz eləsin, hamısını izah eylədilər. Qapı qalsın həmin alda, qapı qalsın həmin alda, onun mismarını neynim Zəhracı, yaralı Zəhra. Elə ki birinin 40'ı tamam olar, gələrlər böyük bacının yanına, deyərlər gəlin vəfat eləyənimizin qalan xatirələrin gətirək onu yad eləyək. Evin böyük qızı xanım Zeynəb idi. Gəldilər Zeynəbin yanına, dedilər qoy nənəmizdən qalan yadigarlərə baxaq. Mövla Əli Aleyhisselamın dilindən qoy bu bəndi deyim. Dedim quslüm verəm vaxtım, mən əsma-i diləfkarıyım. 2 quş varəsin saxla, nişanə Zeynəb-i Zarayı. O quş varənin bir sani ilə rubəru olanda Kucədə düşmüşdü. İmam-ı Həsən Aleyhisselam bunun şahidi oldu. Bilirsiniz o Kucədə nələr oldu. İmam Həsən Aleyhisselam
Nəql eləyir elə ki onda gördüm nənəmin üzündən sili dəydi. Nənəm yerə yıxılanda İmam Zaman ağa məni bağışla. Seyyidlər Sadat məni bağışlayın. Onda gördüm nənəm əlin uzatdı. Obul Həsən tut əlimdən bala. Onda bildim day nənəmin gözləri görür. Yaralı zəray. Dedi bala Həsən, bala atan qəribdir bala. Atan adamsızdı bala. Bala ta nə qədər mən ölməmişəm. Məbada baba deyəsən mənə kucədən sili vururlar. Ay bala yaralı zəray. Ay aşıqlar, bugünlər əyyam-ı Fatimiyədir. Xanım Zəhranın əzasına gəlibsüz, hamının nənəsi var. Əgər nənə əldən veribsən, bugün bu məclisdə gözündən axan bir damla yaşı ehsan elə ruhuna. Əgər nənən sağdırsa, əgər onun qəlbinə dəyibsənsə, xanım Zəhranın məclisidir, elə bu məclisdən gedib deginən nənə, nənə, bugün şəhadətdir. Nənə, məni bağışla Zəraya, nənə, ya Zəraya, ya Zəraya. Mevla Zəhraya quslu verdi, kəfən elədi. Kəfənin axır bəndim bağlayanda bir dedi balalarım gəlindən özləm vida eləyir. Hərə bir gəldi vida elədi. Növbə yetişdi İmam Hüseyin ağaya. Gördülər İmam Hüseyin ağa gəlir. Gördülər o tifil bala. Yavaş yavaş gəldi nənənin ayaq səmtidən. Kəfənin bəndin açdım. Elə ki nənənin qədəmləri görsəndim. Üzüm qoydu nənənin qədəmlərinə. Dedi ay nənə, bacım Zeynəb yaralısını ömrən öpdüm. Qardaşım Həsən o sili dəgən yüzündən öpdü. Ay nənə, atamdayam, o məzlum babamdan sınan qolumdan öpdü. Amma nənə illəti var, mənə ondan öpürəm ay nənə. Ayağını öpürəm, Kərbəlaya tir gələcəm ay nənə. Yaralı Zeynaya. Salavat peygamber. Allah cavan balanın huzurun dinine laylasın. Fetadan daladan hisseylesin. Namazı kıyamet günü Fatime-i Zehra sallallahu aleyhi şefaatinden da nasip eylesin. Allah Teala bu akan gözyaşlarımızı, bu gəncin olan qəlbimizi
Kıyametin gününde qəmləndirməsin inşallah. Çox gözəl, Allah salamat eləsin. Zikr elədi, əncə məni gətirdi bir 10 dəqiqə vaxtı ziyarətçiyə. Həzrət Yəliyən Fatıma-i Zəhran evlənməsindən biri də qabağa qalsın. Heykəlin kəsildi ərşilər, ucaldı soğutun ərməcaq. Havada quşların əcəb, sədai əl-fərağı var. Dağın dalında batdı gün, Əli evində çıxdı ay. Bu aydır, yox, əli üsüdür. Cəmalı, xoş nüması var. Rəsim kimə verir? Böyle deyik Xatəmül Ənbiya özü gəlib zifa otağına. Salında otlu Mürtəza, solunda Fatiməsi var. Deyib dönüb buyurdu ya Fatimə, götür görüm niqabını. Niqab başın saldı aşağı, gəlindi çox həyası var. Deyib buyurdu ya Ali, götür görüm əmamını. Əmava qozandı, gördü gün kimi cəlası var. Niqabı götdü Fatimə, qarışdı nura nurilər. 12 rəngi nur idi, 12 rəhnuması var. Fatimə-i Zəhra ilə Həzrət Əlinin nurunun qoşmasından Allah Teala 12 imamın nurunu ayırdı. Ərəsi verdi əl-ələ. Buyurdu, bax, əmoğlu can, bu bir ərəsidir bunun, Hüseyin kimi bəlası var. Nəzarə qıl ərəsi var, mənim əmanətimdir bu. Bu qardaş oğlu dedi, ya oraya gəlir. Dedi, nə sinməyibdir qolları, nə sinədə yarası var. Aman o vaxtda ey Xuda, ucaldı Zeynəbin səsi, anam yıxıldı gəl baba, yanıqlı ahvası var. Yetişdi gördü Mürtəza, Peyğəmbərin əmanəti, üzün qoyubdu torpağa, həzin nəvası var. Götürdü çaldı torpağa, o zalimi sitəmciri, başın kəsəndə gördülər, dilində iltiması var. Buyurdu olmayaydı gər Peyğəmbərin vəsiyyəti, görərdiniz onda tirinin qanənə iştihası var. Bu sözləri eşitsəyin çığırdı, bağlayın qolun. Bildi də bu Peyğəmbərin vəsiyyətin pozandır. Bir fəuri bağlanın bu qolu, vəsiyyətə rizası var. Kəşan apardılar, baxanda Zeynə bağladı, dedi ilahi, başımın nə qədri gör bəlası var. Anam yıxıldı, verdi can, babam da getdi, neynəyim? Gedim kimə, deyim hara, bu Zeynəbin harası var. Əli gedir, Hüseyin gedir, dalınca Zeynəb ağladı. Dedi Hüseyin, getmə dayan, gəlin görək anamızı ölübdür, ya bəqası var. Gəlib, dolandı başına, dolandı, baxdı, ağladı, göz astı, gördü Fatimə, əzizinin əzası var. Soruşdu, bəs Əli hanı? Hüseyin dedi, apardılar. Gedim görüm əmoğlumun başında nə bəlası var. Da öz canının hayına qalmır, məhəbbətə bax, sevgiyə bax, istəyə bax. Əli girəndə məscidə çəkildi əyri tiyğilər. Dedilər, biyyət eylə. Ya vücudumun cəzası var. Hamı çəkdi qılıncların, dedilər, biyyət eylə. Ya vücudumun cəzası var. Əli dayandı, dinmədi, ucaldı onda hülhülə. Baxanda xəlqi gördü bir Yəhudinin sədası var. İndi görək, Yəhudi həyalıdır, bunlar həyalıydı. Yəhudi kim idi? Maliyyənin sərkərdələrindən idi, dəfələrlə Həzrət Əli ilə döyüşdə üzbəyiz gəlmişdi, bunu şücaətin görmüşdü. Burada Həzrət Əlini qolu bağlı görəndə dəhşətə gəldi. Baxanda xəlqi gördü, bir Yəhudinin sədası var. Uca səslədi, ilahi,
şahid ol günən, qəbul dini eylirəm, zamanın iqtizası var. Dedi, özüm Yahudiyəm, Peyğəmbərə baş əymədim. Bu səhnə ayrı səhnədir, bir ayrı macərası var. Özüm gözümlə görmüşəm o bağlanan biləkləri, vuranda böldü mərhəbi, bölündü hər libası var. O gün ki gəldi Xeybərə, bu bani məcəssələ, dalında 700 nəfər qılınc vuran fədası var. Atıldı keçdi xəndəki, gəlib yapışdı Babidən, təkan verəndə titrədi. Çıxartdı Babi Xeybəri, gətirdi, attı xəndəkə. Gəlib keçib o körpüdən nə qədri aşinası var. 12.000 qılınc vuran bir xore çıxdı qəl'ədən, hücum edəndə gördülər, nə qorxu, nə hərası var. Ölən öldü, qalanları dağıtdı, tökdü xəndəkə. Bir hissə qaçdı qəl'əyə, dayanmağın xətası var. Deyim, mənim təəccübüm budur, onun qolun o hansı iqtibarıyıb. Durub görüm necə baxır, bu mühnətə rızası var. 12.000 səvari o qolları bağlayanmadı. Onun qolun bağlayan o dindir ki, xudası var. Mən indi bildim, ey xuda, bu dini haqq edir. Bu dinə məzhəbin fəda, fənası yox, bəqası var. Bütün tutub cəmaata dedib, budur vəli haqq. Məgər vəsiyyət etmədi cəhana xatəm ənbiya, kitabı bir də itrəti, görün, kimin bəqası var. Üzüm qoyub ayağına, yıxıldı özrəklərin ayağına. Dedi, atam, anam fəda o bağlanan biləklərə. Bu bəxti qara nökərin sənə bir itiması var. Sabah qiyamətin günü gələndə səni məşərə, şəfaət eyləşun mənim günahımın dəvası var. Dey ucaldı onda hürhülə, yol açdı qovmi bihəya. Gəlib yetişdi Fatimə, əlində bir qəbası var. Həzin səsilə səslədi, açsın əmoğlumun qolu. Ömər cavab vermədi, rəyasətə həvəsi var. Xanım əl atdı sinəyə, çıxartdı qəm nişanəsin. Baxanda xəlqi gördü tutub, əlində Peyğəmbərin qəbası var. Nişan verir də, bu qəbanı atardı çinlər, bunun dalında namaz qılardır da, mən onun balasıyam da. Əzəl öpüb o köynəyi, yapışdı, böldü nisfidən, tutub havada saxladı, hər əldə bir parası var. O köynəyin parasını Hüseyin başına bağladı. Allah qəbul eyləsin. Birində bağladı, Həsən başına müddəlası var. Həsən Hüseyin qabaqidə qədəm götürdü Fatimə. Yetişdilər o qəbrə ki, yatıbdı Müstəfası var. Həsən Hüseyin ucaqladı Peyğəmbərin məzarını. Xanım əl atdı başına ki, atasının qarası var. Eylədir ki, istədi aça o qaranın cirələrin, o qəbri payı titrədi, görəndə qəm əsası var. Gəlib bifor açdılar o bağlanan biləkləri, ayılmadı o bihəya. Rəyasətə həvəsi var. Bundan da həya eləmədilər. Əlini gətdi mənzilə o bani-ü məcəssələ. Tutub 4 balasının əlin dolandı başına, dolandı, baxdı, ağladı, görün nə qədri vəfası var. Deyən yox idi Fatimə, baxıb bu qədri ağlama, nə xəstədir, nə təşnədir, nə qürbətin cəfası var. Hüseyin dönəndə xeyməyə, başına döndü rüqəyyə, baxanda gördü sinədə
sağalmayan yarası var. Sağalmayan yara, ox yarasını nəzərdə tutub şair. Allah heç atanın, heç ananın qəlbinə vurmasın. Hüseynin qəlbində sağalmayan yara Əli Əkbər yarası idi. Əli Əsgər yarası idi. 35 il dolanmışam sənin yasında, ya Hüseyin. Bu bəxti qara münimin sənə bir iltiması var. Sabah axanda gözlərim, yasımda bir dəqiqə gəl. Gözüm, gözündə can verim. Bu ölməyin səfası var. Allah Teala İmam Hüseyin xatirinə bu əzadarlığa yığışanların töhdüyü göz yaşların qəbul olunmuş ziyarətdən qərar versin inşallah. Allah Teala bu cavanları ki əza məclisinə yığışıb, ibadətə yığışıblar, Fatimə-i Zəhraya əza saxlayırlar. Allah Teala bunları Əli Əkbərə, Əli Əsgərə, Kərbəla şəhidlərinə bağışlasın. Allah Teala ölənlərimizi qəriq-i rəhmət, vasili cənnət eləsin. Allah Teala bu dünyada bu əmin-amanlığı, bu bolluğu əlimizdən almasın. Allah Teala dünyamızda düşmənan-ı İslami, düşmənan-ı müsəlmanı yeryüzündən namid eləsin. Allah Teala bizi dünyadan aparanda imanla, təqva ilə, Qur'anla aparsın. Allah'a yan verək Allahlığı xatirinə bu məclisin təşkilində fəaliyyəti olan, zəhmət çəkən, əziyyət çəkən şəxslər var, xərc qoyan şəxslər var. Allah Teala onların zəhmətlərin birəmin qiymətdəndirsin. Allah Teala imanlarına, ibadətlərinə, itaətlərinə, can sağlıqlarına bərəkət versin. Allah'a and verək öz Allahlığı xatirinə bizi aclıqla